1000 ildən çox müddət öncə yazılmış qədim bir kitabdan, fiziki olaraq var olan həqiqi bir kitabdan bəhs edirik. Sizə haqqında danışacağım kitab dərin mənası olan, fəlsəfi və əxlaqi sistemi özündə əks edən, elmi və riyazi sistemlər özündə cəmləyən bir kitabdır. Cavabların bütünlüyü və dərinliyi üzərində düşünülən zaman ortaya çıxan hisslər insanın gözlədiyi qane ediciliyi və gözləntiləri qarşılaya biləcək səviyyədədir. Və Tanrı varmı sualının cavabı şübhəsiz ən vacib olanıdır. Kitab kompleks olaraq riyazi sistemlə bina edilmiş, hərflərin, sözlərin və bölümlərin riyazi sayıları üzərinə qurulmuş riyazi bir sistemdən danışırıq. Bu kitab Qurandır. Quranın riyazi kodu 1974-cü ildə Amerikalı alim Rəşad Xəlifə tərəfindən kəşf edildi. 29 surənin başlanğıcında yer alan sirli hərf kombinasiyalarının nə məna verdiyini ortaya çıxarma cəhdi Quranın ən önəmli sirlərindən birinin kəşf edilməsinə səbəb oldu. Daha əvvəlki tədqiqatçılar işə yaramayacaqları başa düşüləcək qədər çox araşdırmışdılar. Rəşad Xəlifə Quranı digital kompüterlərə yükləməyə qərar aldı. Yüksək kompleks quruluşa sahib olan bu riyazi kod Quranın ərəbcə mətni içərisinə yerləşdirilmişdir. Bu riyazi quruluş bir faktor əsasında açıqlana bilir. 19 sayı. Qurandakı riyazi kodlamanın bu kəşfi müsəlman aləmini ayaqlandırmışdı. Tarixdə ilk dəfə ilahi bir kitabın fiziki bir dəlili özündə əks etməsinə rast gəlinmişdi. Doktor Rəşad Xəlifə tərəfindən aparılan proseslərə gəlin birlikdə nəzər yetirək və bu qeyri-adi işarələrə özümüz şahid olaq. Quranın riyazi quruluşunu görmək üçün əbcəd say sistemindən istifadə edirik. Əbcəd ərəb əlifbasının nömrələmə vəzinə istifadə etdiyi qədim və orijinal bir sistemdir. Ərəb əlifbası 29 hərfdən ibarətdir. Say sistemi üçün bir vaxtlar ideal sayılmış bir sistemdir. Hər hərf bir ədədə sahibdir. 1-dən 9-a, 10-dan 90-a, 100-dən 1000-ə qədər. Bir kəlmənin ədədi dəyərini öyrənmək üçün o sözü meydana gətirən hərflərin dəyərini bilmək lazımdır. Misal üçün, ərəbcə Allah sözünün ədədi dəyəri onu meydana gətirən 4 hərfin ədədi dəyərlərinin cəminə bərabərdir. Əlif 1, lam 30, lam 30, ha 5. Beləliklə bu sözün dəyəri 66-ya bərabər olmuş olur. Bu asan üsulu öyrəndikdən sonra Qurandakı hər surənin və ya ayənin ədədi dəyərlərini hesablaya bilərik. İşə əvvəlcə bəsmələ ilə başlayaq. Bəsmələ Quranda 113 surənin başında yer alsa da, Quran üzrə 114, 19 vur 6 dəfə təkrarlanmaqdadır və Quranın şifrələnməsində ən önəmli sayılan ayədir. Bəsmələnin tam açılışı isə belədir. Rəhimli və mərhəmətli Allahın adı ilə. Bəsmələ 19 hərfdən ibarətdir. Gəlin birlikdə sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Ekrandakı heqzagonlar biraz əvvəl saydığımız hərflərin ədədi dəyərlərini göstərirlər. Bu dəyərlərdən istifadə edərək hər bir sözün və cümlənin toplam dəyərlərini tapa bilərik. Beləcə bəsmələni əmələ gətirən 4 sözün toplam ədədi dəyərinin 786 olduğunu görürük. Bəsmələ 4 sözdən əmələ gəlir. Bu ifadə 19 hərfdir. Bəsmələnin toplam ədədi dəyəri 786-dır. Bu 6 rəqəmli ədəd 19-a qalıqsız bölünə bilir. Gəlin indi istifadə olunan sözlərdəki hərflərin sayını aid olduqları sözlərin sıra saylarının yanına yazaq. Bu 8 rəqəmli ədəd yenə 19-a qalıqsız bölünə bilir. Birinci sözün hərflərinin sayını ikinci sözün hərflərinin sayısı ilə toplayıb
və bunu 4-ə qədər davam etsək, alınan 10 rəqəmli ədəd 19-a qalıqsız bölünə bilir. Hər sözün hərf saylarına bu hərflərin ədədi dəyərlərini də əlavə edək və nəticə dəyişmir. 15 rəqəmli bu ədəd 19-a qalıqsız bölünməkdədir. Hər sözün ədədi dəyərini bir sonraki sözün ədədi dəyəri ilə toplayaraq yerlərinə qoyaq. 16 rəqəmli və yenə 19-a qalıqsız bölünən bir ədəd ilə qarşılaşırıq. İndi sözlərin sıra saylarının əvəzinə hər sözün hərf saylarını və sonra sözlərin ədədi dəyərini ardınca da hər hərfin ədədi dəyərlərinin sırasıyla yazaq. 48 rəqəmli ədəd yenə 19-a qalıqsız bölünə bilir. Bəsmədəki hər hərfin ədədi dəyərlərindən sonra hərflərin sıra nömrəsini 19-a qədər yazsaq, alınan 62 rəqəmli bir ədəd 19-a tam qalıqsız bölünmüş olacaq. Bəsmələdəki bu işarələr sadəcə alınan müxtəlif ədədlərin kombinasiyasının 19-a qalıqsız bölünməsi ilə bitmir. Ədədi dəyərləri və sözlərin mənaları ilə də Allahın Quran içərisində bəzi sifətləri arasında yer alan nisbətlər və ədədi dəyərlərdə az öncə riyazi kodlamalar qədər diqqət çəkən işarələr göstərməkdədir. Quran içərisində deyilişi belədir. İsim 19 dəfə, 19 vur 1. Allah 2698 dəfə, 19 vur 142. Ər-Rəhmən 57 dəfə, 19 vur 3. Ər-Rahim 114 dəfə, 19 vur 6. Vurulanların toplamının 152 olması və onun da 19-a qalıqsız bölünməsi diqqətimizi çəkməkdədir. İlk qrupda göstərilmiş sözlərin Quranda keçdiyi sayları, ikinci qrupdakı sözlərin də istifadə edilmə sayları ilə tutuşmaqdadır. Bunlar Vahid 19, 19 vur 1 dəfə. Zülfazlül Azim, böyük lütuf sahibi 19 vur 142 dəfə. Məcid, görkəmli 19 vur 3 dəfə. Cami, toplayan 19 vur 6 dəfə. Ancaq sadəcə qruplardakı qarşılıqlı 3 söz anlam ifadə edir. Hələ ki, tamamlanmamış bir simmetriya var. Sol üstdə qırmızı olaraq gördüyünüz isim sözü Allahın sifəti olmadığından Quran içərisində 19 dəfə keçən fərqli bir ismi olub-olmadığını araşdırmaq daha anlamlı olardı. Görürsən, toplam ədədi dəyəri 19 olan Vahid isminə qarşılıq gələcək Quran içərisində tam 19 dəfə keçən və bu simmetriyanı tamamlaya biləcək bir isim varmı? Quran içərisində istifadə edilən 100-dən artıq Allahın sifətlərindən sadəcə bir dənəsinin 19 dəfə təkrar edilməsi diqqətinizi çəkir. Bu isim şahiddir. Beləliklə əmələ gələn ədədi simmetriyanın iç-içə keçili şəkildə tamamlanmış möhtəşəm tablo meydana gəlməsinə şahid oluruq. Bütün tablo 19-un qatları ilə əhatə edilmişdir. Allah özündən başqa tanrı olmadığına şahidlik etməkdədir. Ən yüksək lütuf sahibi, görkəmli, Rəhman, Rahim və insanları din günündə bir yerə toplayacaq olan. İlk baxışda göstərilənlərin bir növ hiylə olması düşüncəsi yarana bilər. Belə bir vəziyyətdə şübhəci mövqeyindən yanaşmaq sağlam bir zehnin ağlayatan və uyğun seçimi olmuş olar. Çünki sözlər və hərflər hətta cümlələr arasındakı dəyərləri təyin edərək özümüz bunlar arasında bəzi əlaqələr qurmuş ola bilərdik. Əlbəttə ki, bu çox uzun bir vaxt aparacaq və titiz bir işdir. İnsan zəkası xüsusilə 7-ci əsrdə bu cür bir iş üçün uyğun deyildi. Bunun üçün superkompüterlər və yüksək texnologiyalar lazım idi. Onu o uydurdu mu deyirlər. Haydi ona bənzər uydurulmuş 10 surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın. Əgər düz sözlülərsinizsə. Quranın bu meydan oxuyuşu əlbəttə səbəbsiz yerə deyildir.
İndiyənə qədər bu meydan oxumanın qəbul olunması mümkün olmadı və heç kimsə Quranın riyazi sisteminin səhv olduğunu sübut edə bilmədi. Bəs siz necə? Buna cürət edə bilərsinizmi? Bu, Quranın uzun müddətdir gözlənən işarəsi və onun ilahi bir qaynaqdan gəlməsini göstərən rəddedilməz dəlilidir. 74-cü surənin 30-cu ayəsində belə deyilir, üzərində 19 vardır. Gələnəkçilər bu ifadənin din günü ilə bağlı olduğunu, Allah və mələklərinin inkarcıları o gün cəzalandıracağını və onları pis yola sürükləyəcəyini, inkarcıların da Allahı sorğulayacağını deyirlər. Bu anlayış Quranı yanlış oxumaqdan və səhlənkarca yanaşmadan qaynaqlanmaqdadır. Din günündə Allahın birilərini yanlış yola sürükləyəcəyini, yanlış yola sürüklənənlərin də Allahı sorğulayaraq Allah bu misalla nə demək istədi deyə söyləyəcəklərini fərz etmək imkansızdır. Test ünsürünün mələklər deyil, onların sayılarının olması da açıq-aydın ayədə bilinməkdədir. Məsələ isə 19 sayı ilə əlaqədar Quran tam olaraq nəyi bildirir? Quran 19 sayına xüsusilə diqqət çəkmək istəyir. 19. İnananların inancını artıracaq, kitab əhlindən bir qisminin şübhələrini ortadan qaldıracaq və onları düz yola yönəldəcək. İnkarcılar və ikiyüzlülər də öz sapqınlıqlarına şahid olaraq inkarlarına inadla davam edəcəklər. Bütün bunlar bu dünyada həyata keçməsi mütləq olan şeylərdir, din günündə deyil. Ancaq nə üçün də 3, 5 və ya 100 deyil, 19 seçilmişdir. Bəlkə də vaxtı gələndə bunu həqiqi anlamı ilə dərk edə biləcəyik. Qarışıq hesablamalar edilməyən daha çox riyazi həqiqət istəyirsinizmi? 89-cu surənin 3-cü ayəsində cütə və təkə and olsun ifadəsi keçməkdədir və diqqətimiz bir işarəyə yönəlməkdədir. Quran 114 bölmədən ibarətdir. 19-6. Hər bölüm içərisində bəlli sayda ayə var. 114 bölümün, yəni surənin sıra nömrələrinin toplamı 6555-dir. Bu surələr içində olan nömrələnmiş toplam ayə sayı isə 6234-dür. Bu sayları yaddaşımızda tutaq. Bu gördüyünüz dairə Quranın 114 surəsini təmsil edir. Aydındır ki, bunların yarısı tək, yarısı isə cüt nömrəli surələrdən ibarətdir. Ancaq bölümlərdə olan ayələr tək və cüt baxımından sıralı deyildir. Hər birində fərqli sayda ayələr vardır. Gəlin belə edək, bölüm sıra nömrəsinin cüt və ya ayə sıra nömrəsinin də cüt olduğu halında bunu iki cüt qrupu deyə adlandıraq. Məsələn, Bəqərə surəsi 2-ci ayə cüt, 286 cüt sayılı ayədən ibarətdir. İkisi də cüt. Bölüm sıra nömrəsinin tək və ayə sıra nömrəsinin də tək olduğu halında isə bunu da iki tək qrupu deyə adlandıraq. Məsələn, Fatihə surəsi 1-ci ayə 7 tək sayılı ayədən ibarətdir. İkisi də tək. İndi əlimizdə iki cüt və iki tək kateqoriyası oldu. Bunları homogen kateqoriya adlandıraq. Bütün Quran boyunca homogen kateqoriyada hər iki sıra nömrəsi cüt olan toplam 30, hər iki sıra nömrəsi tək olan 27 surə var. Heterogen kateqoriyada isə tək cüt, sıra sayılı 30, cüt tək sıra sayılı 27 surə var. Yəni homogen və həm də heterogen kateqoriyanın sahib olduğu element sayı bərabər və simmetrikdir. 57. Ortaya çıxan tablo Quran içərisindəki surə və ayə toplamlarının dəyərlərini ayrı-ayrı göstərməkdədir. Gördüyünüz kimi sərgilənən qüsursuz harmoniya, simmetriya və gözəllik. 19 kodu Quranın sadəcə ilk ayələrini deyil, Fatihə surəsini də qorunmaqdadır. Quranın ilk bölümü 7 ayədən ibarətdir. Gəlin bunları yazaq. Hər ayənin sıra nömrəsi, ayədə istifadə edilən sözlərin sayı, ayədəki hərf sayıları, hər ayənin toplam ədli dəyəri. Beləliklə, birinci surədə istifadə olunan toplam sözlərin sayı 29, toplam hərf sayı 139, bütün sözlərin ədədi dəyərlərinin toplamı 10.143. İndi burada 19-a qalıqsız bölünə biləcək sıralamaları göstərək.
Nəticədə 10 fərqli uzunluqdakı ədədlərin 19-a qalıqsız bölünməsinə şahid oluruq. İndiyə qədər 19 sisteminin ilk surə və ayə ilə necə əlaqə içində olduğunu görmüş olduq. Bu cür qarışıq bir sistemin qurulması təcrübələrə görə insan zəkasının və bacarığını aşan bir xüsusiyyət olması ilə bərabər kitab üçün fövqəladə bir gücə işarə edir. İlk ayə və ilk surə açıq şəkildə tərifatlardan qorunmuşdur. Bəsmələ və Fatihə qorunmamış olsaydı, 19 sistemi heç bir işə yaramayacaq və işləməyəcəkdir. Elə isə bu cür bir şifrələmənin bütün kitab mətni üçün keçərli olduğunu deyə bilərikmi? Bəli, Quranın bütün mətni riyazi olaraq sıralanmışdır. 19 sistemi bütün Quranı qorumaqdadır. Təəssüf ki, zamanla bağlı problemlərimiz sizə böyük sayılar və hesablamalarla bağlı bütün misalları göstərməyimizə əngəl olur. Bu səbəblə burada sadəcə 2 dənəsini paylaşacağıq. Rəqəmlənmiş bir kitab olan Quranın öncə bölüm nömrələrini yazın. Sonra ardınca onların ayə sıra nömrələrini ardı ilə də surə sıra nömrəsi ilə ayə sıra nömrələrinin toplamlarını. Bütün Quranı bu formada yazmış olsaq, eyni ilə ekrandakı kimi görsənəcək. Fərqli kombinasiyada isə ilk olaraq ayə sayları və daha sonra ayə nömrələrini sona qədər sıralanması ilə əmələ gələn uzun rəqəmli ədəd üçün də nəticə dəyişməyəcəkdir. Hər ikisi də 19-a qalıqsız bölünəcəkdir.